Salam hörmətli izləyicilər. Bu gün mən sizə ötən videomuzun ardını, davamını çəkirəm. Bu videomuzda, yəni baxmayanlar üçün deyirəm, bu videomuzda orfoqrafiya, demin orfoqrafiya testlərində sözlərin düzgün yazılışında şagirdlərin səhv etdiyi sözləri necə yadda saxlamaq olar? Məhz videomuz bunun haqqında olacaq. İndi isə keçək bu sözləri nə ilə və necə yadda saxlamaq olar? İlk öncə biz başlayacağıq hissəcindən yadınızda saxlaya bilərsiniz. Yəni layihə sözü yoxdur. Belə bir söz yoxdur. Lay. Məsələn, layihə ilə layihəni bir yadda saxlayın. Yəni məsəl üçün ən çox bu yəni düşən sözlərdən biri də rahiyədir. Rahiyə sözü yoxdur. Rayihə, ray. Məsələn, layihə sözünü lay sözündən, rayihə sözünü də ray sözündən yadınızda saxlayın. Daha sonra növbəti sözə baxaq, füsunkar sözü. Uşaqlar, füsun belə bir söz yoxdur. Burada yəni bu iki heca, füsunkar sözü üç hecalı sözdür. Füsun və kar və düzəltmədir. Füsun və kar. Yəni füsunkar. Burada füsunkar sözünü üç hecalı sözdür, iki hecalı söz deyil. Ona görə də bu formada. Yoxsa mühüm. Mühim, baxın deyirəm ki, bu məsələ mənim üçün mühimdir. Mühim yox, mühüm olar. Yəni dilə də yatmaq baxımından mühüm daha uyğundur. Mühim yox. Mühüm. Mühümdə dodaqlanan saitlər ancaq istifadə olunubdur. Yəni dodaqlanmayan sait yoxdur. Yəni yadınızda qalsın ki, mühüm sözündə yalnız dodaqlanan ü saitindən istifadə olunubdur. Yenə deyirəm, layihə sözünü lay sözündən yadınızda saxlayın. Rayihəni ray. Füsunda üç hecalı sözdür, füsun və düzəltmədir. Mühüm sözündə isə dodaqlanan saitlərdən istifadə olunmuşdur. Kəhrəba sözü. Bax, bu iki sözü, kəhrəba və kəhkəşan sözünü mütləq ki, yadda saxlamaq, necə yadda saxlamaq olar? Baxın, kəhrə, ikisi də kəh-kəh. Yəni, baxın, kəhrə, kəh-kəh. İkisində də əl saitindən istifadə olunubdur. Hər iki hecada əl saitidir. Kəh-kəh, kəhrə. Və bu sözlər, yəni bu formada yadınızda saxlayın. Kəhraba deyil, kəhrəba. Kəhkaşan yox, kəhkəşan məhz. Sonra tabaşir yox, təbaşir. Tabaşir. Yəni dilə də yatmır, tabaşir. Təbaşir, təbaşir. Bekar yoxsa bikar. Ən çox istifadə olunan bikar, uşaqlar, bikar sözünü bir sözündən yadınızda saxlayın. Bekar deyə bir sözümüz yoxdur. Bikar, bir. Bikarda bi var. Yəni birin bisi var. Belə yadımızda saxlaya bilərik. Məşhur yoxsa məşhur. Baxın, birinci şı gəlir. Şanlı, şöhrətli sözünə yadınızda saxlaya bilərsiniz. Yəni məşhur sözündə şı ilə birinci şı gəlir, daha sonra hı gəlir. Birinci gələn şanlı, şöhrətli. Şından yadınızda qalsın ki, şanlı, şöhrətli. Məşhur sözünü birinci gələn şıdır, hı deyil. Şını da şanlı, şöhrətli sözündən yadınızda saxlaya bilərsiniz. Daha sonra monastır. Burada bu formada düşür. Adətən belə deyil. Monastır, tır sürücüsü. Belə yadınızda saxlayın. Tır, avtobus, nə bilim, tır, nə bilim, sürücü, minik vasitələri. Yəni yük daşıma tırdır və ona yadınızda saxlayın ki, monastır. Monastırda tır var. Tır, yəni monastırda tır var. Mən adətən dərslərdə də beləyəm. Bir sözü daha çox təkrarlayıram ki, uşaqların yadına təkrar dedikdə daha çox yadda qaldığını düşünürəm. Yəni ola bilsin ki, bir sözü bir neçə dəfə təkrarlamağım məhz sizin daha yaxşı yadınızda saxlamağınızla əlaqədardır. Sonra ver, meşil yox, meşel yox. Ver, mişel. Mişel. Hətta Amerikada və digər ölkələrdə Mişel adı var. Oradan yadınızda saxlaya bilərsiniz. Ver, meşel yox, ver, mişel. Mişel. Yəni belə yadınızda saxlayın. Daha sonra münbüt yox, münbit. Məsələn, mən adətən bunu deyirəm ki, münbit. Münbitdə bit var. Bit. Yəni münbit sözündə bit var. Necə ki deyirəm, müxbirdə bir var. Səbirdə bir var. Münbitdə bit var. Münbüt yox, büt deyil, bitdir. Daha sonra billur sözünün keçində izahını vermişəm və bəzən yenə təkrar istifadə olunub deyə və bəzən də elə olur ki, yeni izləyicilərimiz olur da düşündüm ki, yenə təkrar edeyim. Billur yox, bil yox. Bülbül sözündən yadımızda saxlayaq. Büllur, bülbül. Bülbülün bül var burada. Marşrut yox, bu onun tələffüzüdür uşaqlar. Marşrut sözü bu formada tələffüz olunur. Amma yazılışı marşrut sözü iki hecalı sözdür. Marşrut. Amma tələffüzdə 3 sait olur. Yəni marşrut sözündə 2 sait var, yazılışında tələffüzündə 3 sait var. Yəni belə yadınızda saxlayın. Heyf yox, heyf. Baxın, heyf. Heyf sözün isi yazanda tələffüzün qəribə alınır. Heyif. Heyif sözü iki hecalı sözdür. Heyif iki hecalı sözdür. Sonra kolorit yox, rənglərin harmoniyası mənasını ifadə edir. Kolorit yox, kolorit onun tələffüzüdür. Color. Məsəl üçün ingilis dilini oxuyanlar bilir ki, color rəng mənasını ifadə edir. Colordur. Tələffüzü budur, amma yazılışı bu deyil. Yazılışı budur, kolorit. Daha sonra yanlış yoxsa yanlış. Uşaqlar, biz yanlış eləyəndə yanırıq. Onu yanmaq sözündən yadımızda qalsın. Yalnızda yaldı, yal. Amma yanlış sözündə birinci l deyil. Birinci gələn n-dır. Onda yanmaq sözü. Yanlış sözü biz səhv eləyəndə yanırıq da, yəni belə deyək. Yadımızda belə saxlayaq. Yanlış. Sonra tənbəl bu söz asandır, lakin gördüm istifadə olunub. Düşündüm ki, bilməyənlər var. Biz nə qədər də asan hesab eləsə, yenə də bu sözü də səhv bilən, məsələn, pambıq sözü olsun, tənbəl söz olsun. Tənbəl söz olsun istəyir. Sünbül, zənbil bu kimi sözlərin necə yazılışını hələ də səhv salanlar var. Ona görə də sadə demədən çalışdım ki, qarşıma çıxan bütün sözləri şagirdlər çaşdıra biləcək bütün sözləri burada məhz qruplaşdırım. Tənbəl yox, tənbəl. Tələffüzdə n-mıya keçir, mən razıyam. Tələffüzü budur, yazılışı budur. Məsələn, tənbəl sənin hər şey istəyir ki, heç bir şey etməsə belə yarı bölsün, tən bölsün. Ondan yadınızda saxlaya bilərsiniz. Tən. Tələffüzündə onsuz da bilir ki, n-dan sonra m və b samitləri gəlirsə, n, m kimi tələffüz olunur. Tələffüzü budur mu? Bəli, amma mən orfoqrafiya izah edirəm. Bu sözün düzgün yazılışı mənasını ifadə edir. Yəni mən sözün düzgün yazılışını öyrədim. Daha sonra casus yoxsa casus. Bax, casus sözü
Yadınızda qalsın ki, ahəng qanununa tabe olan sözdür. Casus yox, casus. Məsələn, keçən dəfə məsələn cahcalal sözü var idi. Necə demişdim, o ahəng qanununa tabedir. Həmçinin casus sözü də ahəng qanununa tabe olan sözdür. Casus yox. Baxın, bu olmaz. Yazılışı casusdur. Sonra töhfə keçən dəfə vermişdim. Sadəcə olaraq səhvə yol verilib. Töhfə. Aha. Töhvə yoxsa töhfə. Uşaqlar, töhvə yox, töhfə. F ilədir. Töhfə sözün fayda sözündən yadınızda saxlayın ki, töhfə sözündə f-dır, v deyil. Daha sonra keçək digər. Nüfuz sözü nifuz olmaz. Bunu yazmadım. Yəni nüfuz olmaz da yəqin ki. Yəni nüfuz daha uyğundur, dilə də yatan odur. Firuzə sözünü demişdim, lakin orfoqrafiyada bir neçə il təkrarlandığına görə, yəni bu dəfəki blok sualında da buna uyğun düşdüyünə görə düşündüm ki, bir də deyim. Firuzə yox. Fil sözündən yadınızda saxlayın. Firuzəni fil sözünə, fi ilə yadınızda saxlayın. Baxın, burada mən qeyd eləmişəm. Bax, orada bəzi sözlər var ki, məhz orada həmin sözlərin düzgün yazılışını bilmək üçün bizim mütləq şəkildə şagirdlərin qaydanı DBGC qaydasını bilməlidir. Yəni bəzi sözlərin yazılışı üçün, yəni xüsusi nəsə yadda saxlamaq lazım deyil. Qaydanı tətbiq edib tapmaq olar. Məsələn, tənqid yoxsa tənqid. Sən biləndə ki, artıq uşaq biləndə ki, sözün sonu DBGC, belə deyim, DBGC hərflərlə bitirsə və belə deyim də, bu zaman, yəni sözün sonunu d yoxsa t, b yoxsa p, g yoxsa k, c yoxsa ç olduğunu bilmək üçün yazılışda mütləq ki, saitlə başlayan şəkil çağırtırın. Saitlə. Məsələn, tənqidin. Görürsünüz necə dildə uyğunsuzluq yaradır. Tənqidin daha uyğundur, nəinki tənqidin. Ona görə də əgər gördünüz ki, bilmirsiniz ki, sözün sonunda d yoxsa t, b yoxsa p, g yoxsa k, c yoxsa ç. Bu zaman nə edəcəyik? Çox rahat bir yoldur. Saitlə başlayan şəkil çağırtıracağıq. Saitlə başlayan şəkil çağırtıranda artıq həmin dəqiqə o sözün düzgün yazılışı ortalığa çıxır. Məsəl üçün, mən indi birini qeyd edirəm. Siz də rəy bölməsində qeyd edə bilərsiniz ki, məsələn, bu sözün düzgün yazılışı necə olacaq? Məsəl üçün, vücud sözü. Vücud yoxsa vücud. Vücud yoxsa vücud. Rəylərdə bu sözün düzgün yazılışı ilə bağlı, yəni düzgün yazılışını keçək digər sözə. Tövsiyə, bu sözləri bir qruplaşdırmaq lazımdır. Baxın, tövsiyə, təhkiyə, tərbiyə, saniyə, nahiyə. Bu sözlərdə bir yığ var. Məsələn, keçən il daha çox mən gördüm ki, blok suallarının sınaqlarında daha çox istifadə olunur təhkiyə sözündən. Təhkiyə olmaz. Tövsiyədir, tərbiyədir, təhkiyədir, saniyə, nahiyə. Bunlarda bir yığ var. Tövsiyədə bir yığ var, təhkiyədə bir yığ var, tərbiyədə bir yığ var. Saniyyə olmaz, tərbiyə olmaz. Görürsünüz, dildə də uyğunsuzluq yaradır. Bu sözlərdə bir yığ vardır. Sonra azuqə sözü var. Azuqə sözünün mən belə bir fikirləşdim ki, azuqə yəni gündəlik istifadə etdiyimiz ərzaqlar nəzərdə tutulur. Yəni azuqə un sözündən yadınızda saxlayın ki, azuqədə ü yox, udur. Bunu yadınızda saxlayın. Azuqə sözündə udur. Hardan yadınızda saxlayacaq? Un sözündən. Un da azuqəyə daxildir. Sonra dümdüz sözü. Dümdüz sözü bitişik yazılırmı, yoxsa defsinə mi yazılır? Uşaqlar, düm olan yadınızda qalsın. İndi mən dümdüz yazmışam. Təbii ki, testlərdə dümağ çıxar, düm qara çıxar, nə bilim, bu formada çıxanda yadınızda qalsın ki, dümlə nə gördünüzsə bilin ki, bitişik yazılır. Düm olan bitişik yazılır. Bu qədər rahat. Sonra daha sonra keçək palıd sözünə. Palıd yoxsa palıd. Bunun mən deməyəcəm. Siz özünüz yuxarıda DBGC qaydasını icra eləyərək taparsınız. Sözün yazılışında d-dır yoxsa t. Daha sonra panoram yoxsa panoram. Və bu sözdə imtahanlarda istifadə olunan sözlərdən biridir. Baxın, panoram yox. Panoramda bir dənə o var. Odan hansındadır? Pano. Pano sözündən yadınızda saxlayın. Pano. Pano sözündən yadınızda saxlayın ki, panoram yazılışı bu formadadır. Daha sonra var rəhimsiz. Və yadınızda qalsın ki, rəhim, sədir, burada qeyd eləmişəm. Üzürdür, həcmdir, sehirdir. Baxın, sehir sözü bir hecalı sözdür. Sehir deyil. Tələffüzdə belə ola bilər. Sehirli. Tələffüzdə artır sehirli olanı. Sehir sözü bir hecalıdır. Sədir, üzür, həcm. Bu sözlər bir hecalı sözdür. Tələffüzdə də saitlə başlayan şəkil şartında bir dənə 3 saitə çevrilir. Məsəl üçün, rəhim sözü bu formada yazılır. Yəni, rəhim sözü bir hecalıdır və şəkil çartında 2 hecalı olur. Lakin burada fikir verirsiniz 3 hecalı qeyd olunubdur. Amma mən burada testlərdə istifadə olunan bir sözdə xatırlatmaq istəyirəm. İzin sözü. Baxın, uşaqlar, izin olmaz da. Məsəl üçün, mən sizə izin verirəm. Olmaz. İzin. İzin sözü 2 hecalıdır. Bəzən bir hecalı sözlərin içərisində qəsdən bu formada izni də verirlər. Yanlışdır. Heç tələffüzü də uyğun deyil. Fikir verin, izin. Mən sizə izin verirəm. Yəni izin verdim evə. Olmur. İzin verdim. İzin sözü özü elə 2 hecalıdır. Yazılış da 2 hecalıdır. Amma sədirdir, üzürdür, həcmdir, sehirdir, elmdir. Yəni bu sözlərin siyahısını daha da artırmaq olar. Bu sözlər özü orijinalı, yəni kök bir hecalıdan ibarətdir. Yəni orada bir saitdən istifadə olunub. Sadəcə tələffüzdə saitlə başlayan şəkil şartının tələffüzdə biri artır. Daha sonra mədhiyyə yoxsa mədhiyyə. Bir y yoxsa 2 y. Mədhiyyədə 2 y var. Yadınızda qalsın. Daha sonra
Peşiman yox, peşiman. Peşiman da i yoxdur. Necə ki, keçən dəfə kulminasiya deyildi, i yox idi, kulminasiya idi. İndi burada da peşiman yox. Mən sizə məsələn bu filan kəs peşimandır. Olmur. Görürsüz peşiman olmur. Peşmandır. Heç uyğun da deyil. Sonra körtəbiilik sözündə əgər fikir versəz, görərsiniz ki, burada bir i ilə vermişəm. Burada isə 2 ilə. Çünki təbii sözündə 2 i var. Burada indi mürəkkəb sözün tərkib hissəsi kimi olub. Nə olubdu ki, niyə salım ki? Ona görə də yadınızda qalsın ki, körtəbiilik sözündə 1 yox, 2 dənə i olmalıdır. Niyə? Çünki təbii sözü, təbiidir, bədidir. Bunların özündə 2 i var. Mən bunu mürəkkəb sözün tərkibinə daxil olanda da nəsə dəyişməyəcək burada. Laureat sözü uşaqlar. Bu formada laur sözündən yadınızda saxlaya bilərsiniz. Laureat bu düzdür. Sonra müxbir sözü, müxbirdə 1 var. Sonra korrektor yox, korrektor. Tələffüzü odur. Tələffüzü budur. Mən razıyam. Amma yazılışı kör. Belə yadınızda saxlayın. Korrektor. İndi k kimi tələffüz olunur, amma korrektor sözünü kör sözündən yadınızda saxlaya bilərsiniz. Daha sonra impeachment. Ç'dır burada. Impeachment sözündə c yox, ç'dır. Bunu yadımızda saxlayaq. Impeachment. Daha sonra kənarlaşdırma mənasını ifadə edir. Bunu da deyim. Silindirdə dir deyil. Silindirdə dr. Həkimin qarşısına yazılır dr. Onu yadınızda saxlayın. Silindirdə dr-dır. Dir yoxdur. D-i-r yox. D-r-dır. Yenə deyirəm, impeachment ç'dır. C ilə yazılmır və silindir də dr olur. Dir yox. Sonra açıq fikirli. Uşaqlar, açıq fikirli yoxsa bitişik yazılır, yoxsa defislə. Yadımızda qalsın ki, bitişik yazılacaq. Niyə? Açıq sözü rənglərlə yanaşı gələrsə, məsəl üçün açıq və yaxud da yaxın mənalı sözlər olarsa, bu zaman defislə yazmalıyıq. Məsələn, açıq sarı, açıq qırmızı. Görürsüz, azaltma dərəcəsi yaradır və mən burada defislə verəcəm. Və tünd deyiləydi. Ötən videomda qeyd etmişdim. Tünd qırmızı, tünd sarı. Açıq və tünd dərəcə yaradırsa, yəni tünd çoxaltma dərəcəsi, açıq azaltma dərəcəsi yaradır. Bu zaman onlar defislə verilir. Açıq aydın yaxın mənalı sözdür. Bu zaman da defislə veriləcək. Amma açıq fikirli müxtəlif sözlərin birləşməsidir. Əgər mürəkkəb sözlərin yazılma tərzini bölməsini yadımıza salsaq görərik ki, mürəkkəb sözlərdə müxtəlif sözlərin birləşməsi yolu ilə yaranırsa, bitişik yazılmalıdır. Məsəl üçün, bayaq da mən, yəni burada əsas məsələ, yəni orfoqrafiyada mürəkkəb sözlərin yazılışına da toxunulubdur. Məsəl üçün, əgər yaxın mənalı olsa, defislə verilməli idi. Yaxın, əks və eyni sözlərin təkrarı ilə olursa, bunlar mütləq və yaxud da qeyri, əqlimək kifayətdir ki, həmin ona uyğun olaraq biz qaydanı tətbiq edə bilərik. Məsəl üçün, açıq və fikirli sözləri heç bir-biri ilə əlaqədar deyil. Yəni, nə yaxındır, nə əksdir, müxtəlif sözlərdir. Müxtəlif sözlərin birləşməsi yolu ilə yaranan mürəkkəb sözlər bitişik yazılmalıdır. Eynilə, məsələn, məsəl üçün, mürəkkəb sözlər yaxın mənalı sözlərin köməyi ilə yaranıbsa, əks mənalı sözlərin köməyi ilə yaranıbsa və yaxud eyni sözün təkrarı ilə yaranıbsa və yaxud da qeyri, əks, eks, verb, vitsi, kontur, art bu sözlərin köməyi ilə yaranıbsa defislə. Yenə də deyirəm, müxtəlif sözləri bitişik yazılır. Eyni sözlərin təkrarı, yaxın mənalı sözlər, əks mənalı sözlər, qeyri və bu tipli sözlərin köməyi ilə yarananlar isə defislə yazılmalıdır. Və keçək və bir tərəfə ayrılıqda işlənə bilməyən sözlərdə defislə, sözlərin birləşməsi yolu ilə yaranan mürəkkəb sözlər də defislə yazılır. Məsəl üçün, dəmir, dümür, yəni defislə yazılmalıdır. Çünki ayrılıqda bir tərəfi heç bir məzmun ifadə etmirsə və həmçinin ayrılıqda hər iki tərəfə məzmun kəsb etmirsə, mənası yoxdursa və bu zaman biz onu defis yolu ilə yaranan mürəkkəb sözlərə aid edirik. Və yəni defis ilə yazılmalıdır həmin sözlər. Velosiped t yoxsa d, yenə DBGC qaydasına uyğun olaraq rəy bölməsində qeyd edərsiniz. Sonra navazişlə yoxsa nəvazişlə. Bu aydındır, amma yenə də çaşa bilər uşaqlar. Düşünürəm ki, asandır. Çünki nəvaziş olar da, navaziş yox, navaziş. Yəni məsələn ana balasına navaziş göstərir, olmaz ki, nəvaziş olar. Yəni bu açıq aydın görünən idi. Sonra ala seyrək. Uşaqlar baxın, ala seyrək. Ala, açıq, bunlar azaltmanın yaranma yoludur və sintaktik yolu ilə yaranma yoludur və ala ilə yaranıbsa, bu artıq bu mürəkkəb söz mütləq ki, defislə yazılmalıdır. Ala ilə açıq defislə yazılmalı idi azaltma dərəcəsində. Qaynana yoxsa qayın ana? Uşaqlar, qayın sözü var, yəni qohumluq bildirən sözdür. Qayn sözü yoxdur, qayn. Qaynın anası yəni. Bunu ona görə bu formada yox, bu formada qeyd etməliyik. Eynilə də burada onu tətbiq etməliyik. Qayın ata, yəni qaynının atası. Sonra kontradmiral, əslində bunu mən keçən videoda qeyd etmişdim. Amma düşündüm ki, bizim diqqətli, yəni görək izləyicilərimiz diqqətini yoxlamaq üçün yenidən yazdım. Kontradmiral sözü, kontur olan bilirik ki, bu formadadırsa, kontur və bayaq qeyd etdiyim qeyri tipli sözlər vardır ki, onlar həmin sözlərin köməyi ilə yaranan mürəkkəb sözlər defislə yazılmalı idi. Daha sonra keçək pilləçən. Pilləçən yoxsa pilləçan. Pilləçana getdim, pilləçanla getdim, pilləçən, pillə və çən. Uşaqlar, pillə sözü ahəng qanuna tabe olan sözdür. Pillə və çən. Çan yox, çən olur. Kəndir sözünü yadınızda saxlayın. Sonra hiss həyəcan. Buna xüsusi izah demişəm. Çünki belə deyək də, sözün sonu qoşa samitlə üzrəm. Deməli, sözün sonu qoşa samitlə bitirsə, onları biz mürəkkəb sözlərin yazılışında istifadə edərkən diqqətli olmalıyıq. Niyə? Məsəl üçün, hiss sözün
İnsanın hissindən gedir, ikisi ilə veriblərsə. Deməli, uşaqlar, bu mürəkkəb sözün birinci tərəfi kimi gələndə biz oradan hansı qaydanı tətbiq eləyəcəyik? Hər iki qoşa samit mütləq şəkildə yazılmalıdır. İstisnalar var. Məsəl üçün, haqq sevən, haqq tanıyan, haqq tanımaz və s. Amma normalda əgər sözün sonu qoşa samit, eyni cinsi samitdən gedir söhbət, eyni cinsi samitlədirsə və mürəkkəb sözün birinci hissəsi kimi gəlirsə, yəni birinci tərəfi kimi gəlirsə, orada hər iki qoşa samit, eyni cinsli qoşa samitin yazılması doğrudur. Amma məsələn, haqq nahaq sözündə də haqq, bir dəqiqə, nahaq. Görürsünüz? Haqq sözü iki hecalı söz, haqq sözünün sonunda qoşacan eyni cinsi samitdən istifadə olunubdur və uşaqlar mürəkkəb sözün, hardan bilirik mürəkkəb sözü iki sözdən istifadə olunubdur? Mürəkkəb sözün birinci tərəfi kimi gələndə hər iki qoşa samit yazılmalıdır. Amma sözün sonu qoşa samitlə bitirsə, yenə deyirəm, eyni cinsi samitdən gedir söhbət. Sözün ikinci tərəfi kimi gəlirsə, mürəkkəb sözün ikinci tərəfi kimi gəlirsə, bu zaman bir samit mütləq şəkildə düşməlidir. Biz nümunə göstərək, məsələn, bir dəqiqə silin bunu. Məsəl üçün, sün xətt sözü. Görürsünüz, xətt sözü normalda iki dənə qoşa samit var. Yəni, qoşa samitlə bitən sözdür, eyni cinsli. Amma mürəkkəb sözün ikinci tərəfi kimi gələndə biz o bir t-nı salmalıyıq mütləq şəkildə. Daha sonra maliyyə yoxsa maliyyə. Maliyyə sözü iki y ilə yazılır və maliyyə. Tələffüzdə biri düşür, a da uzanır. Maliyyə sözü iki y ilə yazılır. Hədiyyədir, maliyyədir, səlahiyyətdir, əhəmiyyətdir. Bunlar iki ilə, fərziyyədir. Bunlar iki ilə yazılan sözlərdir. Və təftiş yoxsa təfdiş. Təftiş onun yazılışıdır, tələffüzüdür, üzr istəyirəm. Təftiş sözü, təftiş sözünün tələffüzüdür. F-t, yəni qoşa kar samit gəlib müxtəlif cinsli və tələffüzdə t d-yə keçir. Təftiş, məsələn, təftiş sözündə d yoxdur. Təftiş sözünün yazılışında d yoxdur. Sən necə və oradan da bilməlisən. Tələffüzdə isə t d-yə keçəcək. Sonra bateriya sözü var və sınaqlarda çox istifadə olunan sözlərdən biridir. Bateriya sözünün batar sözündən yadınızda saxlayın. Batarda belə bir feilimiz var. Batar, nə edər? Yəni batar. Bateriya sözündə batar sözü var. Və bunu da unutmayın. Yer gəlmişkən batarya iki məna ifadə batar var. Bunu yadınızda saxlayın. Belə bir feilimiz var və batarya iki məna ifadə edir. Bir hərbdə, bir bölmədə, xüsusi artilleriya qurğularının, ağır qurğularından istifadə edən bir bölük mənasını ifadə edir. Bir də elektrikdə, yəni bateriyada, akkumulyator mənasındadır. Və maniyə. Maniyə yox uşaqlara. Maneə. Maneə. Yazılış budur. Bu deyil. Maniyə yox. Maneə. E var arxada. Sonra kinematografiya yox. Kinedir. Bunu da unutmayın. Kinematografiya. Sonra xəlitə. Xəlitə sözü verilib. Şagirdlər elə bilir ki, bu söz ümumiyyətlə yoxdur. Ona görə mən bunu qeyd etmişəm. Xəlitə metal birləşməsindən olan suxurdur və belə bir sözümüz var. Yəni ona görə də burada yanlış heç bir şey yoxdur. Uşaqlar, hərəkət də var, hərəkat da var, hərəkat da var. Hərəkət odur ki, insan yəni fiziki aktivlikdir. Məsəl üçün deyirəm ki, uşaq hərəkət edir. Burada yəni bildiyimiz, günlük istifadə etdiyimiz sözlərdən biridir. Hərəkat isə məsəl üçün ən çox tarixdə məsəl üçün deyirik ki, filan hərəkat baş verdi. Yəni sonra təvəqqi yox, təvəqqi. Axırı təvəqqi. G deyil, G-dir, təvəqqi. Daha sonra ambisiya yox. Uşaqlar. Ambisiya yox, ambisiya. M-dır. M yox və M-dan istifadə olunur. Yəni yazıda M-dır. Sonra perspektiv yox. Yəni dimlə götürmüşəm bu sözü. Perspektivdir. Yəni onsuz da perspektiv olmaz da perspektiv olar. Daha sonra ülvi. Ülvi sözü i'dir. Ülvi, ümid. Ötən videomuzda qeyd etmişdim. Əgər ülvi sözünün ikinci hecası i'dirsə, ülviyyət sözünün ikinci heca i olacaq. Yəni bunu unutmayın. Sonra pasient yox. Bu yaxınlar yəni mətnlərdə uşaqlarda rastlaşdım ki, uşaqlar pasient sözünün mənasını bilmir. Pasient xəstədir, yəni həkimin qəbuluna yazılan xəstəyə deyirlər ki, pasient. Pasient. Pasient yox, pasient. Sonra aşpaz sözü, aşbaz yoxsa aşpaz. Şagirdlərim mənim bilir ki, aşpaz sözünü puzzle sözündən yadında saxla. Uşaqlar, puzzle sözündən yadınızda saxlayın. Aşpaz da pazdır, puzzle. Sonra təxris yox. Yəni hərbi xidmətdən buraxılmadı uşaqlar bu. Tərxisdir. Tərs sözündən yadınızda saxlayın. Tərxis. Məsələn, təxris olsa, məsələn, əsgərlər evə təxris olundu. Təxris yox, tər. Tərxis, tər sözü var orada. Hipnoz yox, hipnozdur. Yəni hipnoz belə bir söz yoxdur. Hipnozdur. Vegetasiya biologiya termidir. Vegetasiya. Vegi yox, vege. Vegetasiya. Vege. Daha sonra sırağacün yox. Sırağacün ı yoxdur. Sırağacün. Sırağacün ı yoxdur. Yazıda ı yoxdur. Yumuşaq yox. Necə ki peşimanda i yox idi, yumuşaqda da u yoxdur. Yumuşaq olacaq. Bu arada onu da deyim ki, yumuşaq sözü sadə sözdür. Yəni bunu da unutmayın. Şosse yox, ki s ilə verilmir. Şosse. Yəni yoldur. Sonra kino aparat uşaqlar müxtəlif sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözdür. Və az öncə qeyd etdim ki, müxtəlif sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər bitişik yazılır. Yer yığış bir tərəfə ayrılıqda işlənə bilməyən sözdür. Yadınızda qalsın ki, bir tərəfə ayrılıqda və ya da hər iki tərəfə ayrılıqda işlənə bilməyən sözlərdən istifadə olunaraq mürəkkəb söz yaranırsa, bu zaman defis işarəsindən istifadə olmalıdır və onu da qeyd edeyim ki, defis durğu işarəsi deyildir. Həyəcan, həyəcan yox, həyə.
Həyəcan, A deyil, Ədir. Sonra baxın uşaqlar, kəşfiyyat yoxsa kəşfiyyat? Bu çox asandır. Məsələn, uşaqları mən yəni biraz fikirləşsələr bilərlər ki, bizdə kəşf sözü yoxdur. Kəşf sözü var. Ona da iyyət artırıblar. Yəni kəşf olur ki, kəşfiyyat olur, düzdür? Kəşf sözü yoxdur ki, belə bir sözə iyyət artırıb düzəltmə nəsə yaradaq. Daha sonra bu sözləri mən axırda qeyd etdim ki, ötən videomuza baxan şagirdlərin yadda saxlaması, nə qədər dərəcədə yadda saxlamadığını yoxlamaq üçün məhz bu sözləri onlara ev tapşırığı kimi qeyd eləyirəm. Tələbat necə yadınızda saxlamısınız? Yoxsa tələbat A ilə yoxsa ə ilə, səbir yoxsa bu formada səbir, alüminium yoxsa alüminium, ümid yoxsa ümid, ekskavator yoxsa ekskavator. Yəni bu sözlərin düzgün yazılışını, yəni geri dönüş edərək ötən videodan nə qədər dərəcədə yadınızda saxlamısınız, bunu yoxlaya bilərsiniz. Bu hələ ki bu qədər. Növbəti videomuza qədər və bu videonun davam orfoqrafiyanı çox geri dönüş aldığıma görə düşündüm ki, davam etdirəcəm.